Esselamu Aleyküm izləyicilər. Bu videoda sizə va hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 17-ci hərfi va hərfidir. Bu hərfin məxrəci, yəni çıxış yeri bundan öncə keçdiyimiz zəl hərfinə yaxındır. Belə ki, bu hərf dilin ucunu yuxarı və aşağı kəsici dişlərin arasından biraz çıxararaq tələffüz edilir. Başqa sözlə ifadə etsək, dilin ucunun yuxarı tərəfini üst ön dişlərin uclarından biraz önə çıxarmaqla səsləndirmək olar. Azərbaycan dilində olan z səsinin qalın və pəltək formasıdır. Bundan öncəki video dərslərdə biz dəl və zə hərflərini keçmişdik. Yəni beləliklə ərəb dilində 3 formada z hərfi var. Z hərfi yəni bizim istifadə etdiyimiz yəni normal z səsidir. Zəl hərfi isə z səsinin incə və pəltək formasıdır. Va hərfi isə z səsinin qalın və pəltək formasıdır. Ona görə bu hərfləri qarışdırmaq olmaz. Ekranda va hərfinin müstəqil kəlmənin əvvəlində, ortasında və sonunda yazış formalarını görürsünüz. Struktur olaraq ta hərfinə oxşayır. Fərqli olaraq üzərində nöqtə işarəsi vardır. Gəlin praktiki olaraq bu hərfi yazaq. İlk öncə müstəqil formasını yazaq. Eyni ilə ta hərfində olduğu kimi simvolu çəkirik və üzərində nöqtə işarəsi qoyuruq. Bir daha yazıram. Kəlmənin əvvəlində olan forması isə müstəqil formasının bənzəridir. Fərqli olaraq sol tərəf bir qədər daha uzun çəkilir ki, yəni özündən sonra başqa bir hərfə birləşsin. Bir daha yazıram. Kəlmənin ortasında isə əvvəl yazılışının sağ tərəfinə çıxıntı verməklə yazılır. Mouse'la yazdığım üçün biraz qüsurlar olur, bunu nəzərə alasınız. Kəlmənin sonunda isə müstəqil formasına sağdan çıxıntı verməklə yaza bilərsiniz. Bir daha yazıram. Və ya çıxıntını əvvəlcədən verib daha sonra yuxarı doğru çəkirik və sad hərfində olduğu kimi çəkirik formanı. Siz də bu hərfin müxtəlif yazış formasını ən azı bir sətir olmaqla yazın. Yazmaq zehində bu hərflərin daha yaxşı qalmasına kömək olur Allahın izni ilə. Bu qədər. Esselamu Aleyküm.